Proqramın girişində anons etdiyim kimi Rusiya-Ukrayna arasında sülhün əldə olması istiqamətində çabalar var, addımlar atılır. Amma görünən odur ki, Rusiya lideri Putin yenə ənənəvi cığallığını eləyir. Yenə burada vaxt tutmaq peşindədir. Daha müharibədə irəliləmək, daha çox əraziləri işğal etmək və beləliklə Ukraynanı daha alçaldıcı sülhə məcbur etmək üçün müddəti, vaxtı biraz da uzatmağa çalışır. Putin bugün elan etdi ki, İstanbulda görüşə getməyəcək. Halbuki bu görüşə çox böyük ümidlər var idi. Trump da belə bir görüşün keçirilməsini istəyirdi. Hətta Erdoğandan Ukrayna ilə Rusiya arasında sülhün əldə olmasına yardım etməsini xahiş etmişdi. Nə baş verir? Putin niyə getmədi? Ümumiyyətlə, yaxın perspektivdə Rusiya prezidenti ilə Ukrayna lideri arasında görüşün keçirilməsi mümkündür. Məncə, proses artıq o yerə gəlib çatıbdır ki, Rusiya tərəfi açıq, aydın bataqlıq siyasətlə məşğuldur. Yəni, hər hərəkəti onu geriyə bataqlığa doğru çəkir. Ukrayna siyasəti daha harmonik və ardıcıldır. Vaşinqtonda Trumpla Zelenskinin məlum söhbətindən sonra mövsümü olaraq Rusiyanın biraz avantaj qazanması, özünə güvəni artması, proseslərdə özünü biraz dominant aparması mərhələsi yaşandı. Və Rusiyada, elə Putin özündə də biraz da özünə vurğunluq artdı. Və bunlarda belə bir təsirat yarandı ki, Amerika tərəfi birmənalı şəkildə işğalçının tərəfində dayanacaq. Hətta belə bir fikir formalaşdı. Amma Zelenski ardıcıl olaraq keçirdiyi görüşlərinə, istəyir İngiltərədə gedib görüşməsi olsun, istəyir Avropa dövlətlərinin liderlərinin, 4 liderinin görüşləri olsun, təkrar Amerikanlarla görüşməsi olsun, yeraltı sərvətlərlə bağlı müqavilənin imzalaması olsun və təşəbbüsü ələ götürməsi olsun. Yəni, atəşkəslə bağlı mən hər an qeyri-şərtsiz atəşkəsə hazıram deməsi olsun. Bütövlükdə təşəbbüsün artıq Zelenskinin əlində olduğunun işarələridir. Trump da bunu görür. Siz deyirsiniz ki, Putin deyir ki, mən ora gəlmirəm. Bir müddət əvvəl şərt qoymuşdu. Elə şərtlər qoymuşdu ki, qəbul olunan şərtlər deyildi ki, bu şərtlər olarsa mən gələrəm ora. Halbuki görüş təklifi ilə Putinlə gəlmişdi və gecə ilə jurnalistləri Kremlə yığıb bu bəyanatı vermişdi. Doğru. Bu bəyanatı verən insan, bir lider necə olur ki, öz sözünün arxasından qaçır və görüşə getmək istəyir? Ona görə mən deyirəm ki, artıq Zelenski ardıcıl, harmonik bir siyasət yürüdür Ukrayna siyasətində. Yəni Putin başını itirib demək istəyirsiniz də? Putin təkcə Putin yox, onun komandası, ümumiyyətlə xarici siyasətində çox ciddi şəkildə zigzaqlar vardı. Baxın, indi bu hərəkətin özü nədən ibarətdir? Adam şərtlər qoydu. Şərtlər cavabları da gözləmədi. Çünki o cavablar özləri mənfi olacaqdı, bunu bilirdi. Falan ərazilər məndə qalmalıdır, Ukraynada hakimiyyət dəyişikliyi olmalıdır, nə bilim, filan şərtlərdən sonra danışaram. Amma əvvəl deyir ki, sizin sözün qüvvəsi, mən danışıqlara qeyri-şərtsiz şəkildə hazıram və atəşkəs, yalnız atəşkəs məsələsində dayanmışdı ki, Ukrayna deyirdi ki, atəşkəs olsun, sonra danışaq. O isə deyirdi ki, yox, danışaq, sonra atəşkəs olsun. Bunu da Ukrayna qəbul eləmişdi. Yəni, əslində nə deyirlərsə, bu qəbul eləyir və indiki halda, bayaq toxundunuz ki, Zelenski gələ bilərmi, İstanbula gələ bilməz? Məncə gələr. Çünki o kartı da götürmək istəyir. Çünki Zelenski deyir ki, mən gəlib səni İstanbulda gözləyəcəm. Yəni Putin gəlməsə də Zelenski gələcək deyir. Gələ bilər. Mən böyük ehtimalla, çünki belə bir ifadə işlətdi ki, mən səni Putin dedi. İstanbulda gözləyəcəm. Gəl. Həm də Zelenski bütün dünyaya göstərmək istəyir ki, mən danışıqlardan qaçmıram, mən gəlirəm, deməli günah Putindədir. Onda bütün məsuliyyət Putin üzərində qalır. Tamamilə doğrudur. Yəni, sabahları deməsin ki, bu da bizdə informasiya var idi ki, Zelenski də gəlməyəcək, mən də gəlmədim ora və ikinci ranglı heyətlər görüşdülər ki, bir bəhanəsi olmasın. O mənada Zelenskinin gəlmə ehtimalı çoxdur. Ən azından gəlib orada Erdoğanla da görüşməsi məsələsi ola bilər, bu da avantajdır. Və üstəlik də dünən Trump bir müsahibələrin birində deyirdi ki, mən xeyli işlərim vardı, çatdıra bilmirəm, amma ola bilər ki, mən də İstanbula gedim və danışıqlarda birbaşa iştirak edeyim. Hətta özün ora getmə ehtimalı var idi. Birləşmiş Ərəb Əmirliklərində, Səudi Ərəbistanında, Qətərdə olandan sonra orada getmək düşüncəsi var idi Trumpda. Belə bir açıqlaması var idi Trumpın. Bəli. Və belə bu məsələdən sonra Putin ora gəlməməsi Trumpı Amerika tərəfində artıq qıcıqlandıracaqdır ki, sən bizi bu qədər əmin edirsən, biz də bu məsələdə vasitəçilik edirik. Dünyanı ələ salır Putin. Artıq ciddi bir qeyri-ciddilik yaradır
və özünə qarşı o antipatiyanı da artırır. Yəni bu bir Hər mənada halda şəkildə belədir. Baş verən hadisələr tamamilə Rusiyanın əleyhinə işlədi. Yəni bu diplomatik meydanda, masada Rusiyanın əli xeyli dərəcədə zəiflədi. Sahədə bir uğurlar əldə etmək istədi ki, 3 dənə kənd buradan tutdum, 4 dənə kənd buradan tutdum. Biraz uğurlarım olsun, sonra dayanım kimi məsələlər. Onlar ötəri məsələ, taktiki məsələlərdir və cavabların da meydanda, sahədə Ukraynalılar vermişdi. İstəyir Kurskda olsun, istəyir Belgorodda olsun, istəyir Moskva və ətrafını vurması olsun, Rusiyanın Kursku tamam azad zərbələri sonra. olsun. Yəni tam da çıxmayıb hələ. Mən onu da deyim, biləsiniz ki, hələlik Kurskda Ukrayna nəticələri var. Hərçənd onların məqsədi Amma azad olunmasına bağlı məruz olundu axı Putinə ki, Kursk tamam azad olundu. Baş qərargah rəisi məruzələməni baxmayaraq Ukrayna tərəfdən bildirdilər ki, bizim əsgərlərimiz orada vardılar. Məqsədimiz onları bizim tutmaq deyil, amma müəyyən əməliyyatlar keçirməklə bağlı partiyan hərəkətə başqa işlərin görürlər. Hətta oradan çıxsa da, yəni onlar məqsədi Kursku tutmaq deyildi də. Onlar Rusiyanın 60 minə qədər əsgərini əsas sahələrdən ora gəlməyə cəlb elədilər və yüngülləşdirdilər Ukraynada məsələni. Görünən budur ki, biz əvvəl də bunu sizinlə danışmışdıq bu mövzudan bağlı olaraq. Hər kəsi gözləyirdi. Yox, elə Ukraynanın əzizə hər kəs üstünə gedəcəkdir, çəkiləcəklər. Ukrayna tərəfdaşlarını artırır. Qərb tərəfdən o əsasən 4 dövlət ciddi şəkildə dəstək verəcək. Hətta vaxt qoydular ki, Putinə 24 saat Ukraynaya güzəştlərə getməyə sanki məcbur edilir. Belə görüntü mü yaranır? Mən hesab eləmirəm. Yəni orada nə var ki əslində? Belə deyirlər ki, ABŞ artıq Krımın müzakirə mövzusu olmadığını bəyan bu eləyir. gün üçün elə bir fikir deyilsin. Bu gün müzakirə olunmasın. Hətta Zelenski ifadələrdə işlədir ki, biz işğal olunmuş əraziləri yalnız hərbi yolla azad eləməkdə də israrlı deyilik. Ki, savaşaq və azad eləyək. Varsa diplomatik yolla eləyək. Atəşkəs olsun, su sazişi bağlansın və söhbətlər davam olunsun. O bir gün, 2 gün işi deyil. Bu gün üçün deyək ki, o Donbas, Xerson, Zaporojye falan bunların azad olunması haqqında danışırlarsa, heç vaxt Krım haqqında Krım ora verək kimi bir fikir işlənməyibdir. Ukraynanın bir də mövqe olub. 1 metr də olsa torpağımız Rusiya verilməyəcəkdir, biz müstəqilliyimizdən vaz keçməyəcəyik. Amma bugünkü danışıqlarda Krımı sadəcə danışıq predmeti olaraq kənarda saxlamaq, müzakirə etməmək, onu vermək anlamına Krım gələ bilməz. müzakirə mövzusu deyil, Ukraynanın NATO üzvlüyü məsələsi ümumiyyətlə müzakirə olunmayacaq bundan sonra. Ola bilər. Onda bəs Ukrayna niyə müharibə aparırdı? Baxın, Ukrayna müharibə aparanda Finlandiyanın və İsveçin Problem nəyin üstündə qalxmışdı? NATO üzvlüyü üstündə qalxmışdı. Rusiya niyə hücum elədi? İndi əgər NATOdan imtina olunursa, onda bu qədər qan, qada, bu qədər müharibə, bu qədər insan içdi, nəyə lazımdır? Baxın, mən bir şey deyim. Müharibə başlarına qədər İsveçin və Finlandiyanın NATOya daxil olması haqqında söhbətlər getmirdi. Hətta Rusiya belə bir məsələ qoymuşdu ki, 93-cü illər, 90-cı illərdəki, 94-cü ildə sərhədlər NATO'nun var idi. Ora çəkilməlisən. Amma nə oldu? Finlandiya və İsveç daxil olmaqla 1000 kilometrlərdən yeni NATO sərhədi yarandı. Bugün NATO tərkibində təhlükəsizlik almaqla, yaxud da bu təbii sərvətləri verib təhlükəsizlik almaq arasında nə qədər fərq var bugün üçün? Təhlükəsizliklə bağlı olaraq çox ciddi sənəddir. Hamı belə baxırdı ki, Zelenskiyə torpaq, qiymətli torpaq elementlərini peşkəş edir. Amma oradakı bəndlərdə yazılır ki, göstərilir ki, heç bir halda bu müqavilədə nəzərdə tutulan sərvətlər burada borc ödəməsi deyil. Kreditlər nəzərə alınmır da təbii ki. Və 50-50-yə və istifadə vardı. Səs hüququ da eynidir. Yəni buradakı məsələ ilə bağlı əslində ciddi şəkildə təhlükəsizlik təminatı vardı. Çünki həmin ərazilərin 30%-dən çoxusu Rusiyanın işğalı altındadır. Sabah oran istismarı məsələsində Rusiya geri çəkilməlidir. Yəni NATOya daxil olmaq məsələsi bu günləri prioritet kimi ortaya qoyub söhbəti, işi pozmağa dəyməz. Yəni Avropa İttifaqına gedə bilər. İki tərəfli münasibətlər ola bilər. Məsələn, İngiltərənin Ukrayna arasında çox ciddi bir müqavilə vardı. Təhlükəsizliklə bağlı olaraq. İki tərəfli müqavilədir bu. Eyni müqaviləni başqalarından da bağlaya bilər. Amma ifadələrə fikir verin. Zelenski sanki bilir ki, Putin bu məsələlərə, sülh məsələsinə bağlı olaraq ortaya tövr qoymayacaqdır. Nə deyirlərsə buyurun eləyək deyir. Bu təxminən nə yoxdur? Mən xatırlayıram ki, Qazaxıstanla bağlı bir vaxt Qazaxıstanın əvvəlki dövlət başçısı Nazarbayev bir dəfə Rusiya tərəfindən SNG ilə bağlı söhbətlər olanda, MDB ilə bağlı söhbətlər olanda bu məsələdə daha irəli gedib dedi ki, gəlin elə daha böyük ciddi sənəd qəbul edək ki, sanki birləşirik. Utopik, alınmayan bir şey təklif elədi. Daha böyüyün. Qorxurdu ki, şimal tərəfdəki Ruslarla bağlı olaraq Rusiya burada oyundan çıxara bilər. Daha belə geniş
İndi Zelenski eyni cür davranır. Deyir, atəşkəs istəmirsən, yenə gəlim danışmağa. Gəl, mən sən İstanbulda gözləyirəm. Çünki Putin əhval-ruhiyyəsini bilir. Həm hərbi sahədə bilir, meydanda bilir, həm də diplomatik sahədə bilir. Ona görə mən hesab edirəm ki, bu günləri deyirsiniz ki, Ukraynanı məcbur edirlər məsələləri. Faktiki ortada bir şey yoxdur axı. Yəni sənəd layihəsi yoxdur, imzalanacaq bir sülh sazişi yoxdur, hansı ərazi hara verilməsi yoxdur. Hətta Amerikanlar özləri belə deyirlər ki, bax, dünən də təhlükəsizlik üzrə müşaviri və Ukrayna üzrə təyin olunmuş nümayəndə deyirdi ki, Ruslar artıq həddən artıq qeyri-ciddi və böyük təkliflərlə, tələblərlə çıxış edirlər. Daha bunu Amerikanlar da bunu belə deyək ki, ciddi almırlar o təklifləri ki, falan yer istəyirəm. Hətta tutmadıqları yerin inzibati sənədlərə tərəf çəkilisi Ukrayna kimi tələblər var. Mən hesab edirəm ki, bu cür Ukraynanın əsas istəyi Rusiyanı ifşa eləmək, siz bayaq dediyiniz kimi ki, baxın, biz hər şey eləyirik, nə deyirsiniz? Bu eləmir. Dünya ictimai rəyində bir daha təsdiqini almaq, bu təsdiqi almaqla həm Amerikanın dəstəyini, həm də qərb dövlətlərinin təşkil olaraq dəstəyini alıb, hərbi dəstəyi gücləndirmək və növbəti ağır zərbələri Rusiya vurmaq taktikası seçiblər. Və hesab edirəm ki, bundan sonra da yaxın zamanlarda əgər Putin bu qədər cığalıq edəcəksə, Amerika tərəfindən misli görünməmiş hərbi yardım ala bilər Ukrayna. Çünki artıq məsələnin başqa cür həllə qalmadı və Avropa İttifaqında da özünə gəlmə, toparlanma, hətta müzakirələr apardılar ki, biz Amerikasız nə cür müdafiəmizi qura bilərik? Hərbi sənayemizi necə qura bilərik? Müdafiəmizi özlərinin NATO-sunu qurmaq istiqamətində artıq addımlar atılır, müzakirələr başlayır. Gedib ortaq müdafiə sənayesini qurmaq haqqında söhbətlər vardı. Ukraynanın özü artıq bir müddətdən sonra hətta silah-sursatla, ləvazimatla bağlı onlardan asılı olmayacaqdı. Özün Karpatların aşağısında ciddi silah istehsalı, 1000 kilometr vuran raketlərin istehsalı, Ukrayna bu dəqiqə hərbi baxımından Avropanın ən qüdrətli ölkəsidir. Təbii. Həm döyüş təcrübəsi var, həm də bu müharibə dövründə onlar çox yaxşı silah istehsal eləməyi də öyrəndilər və məcbur qalıb öyrəndilər. Çünki onlara lazımdır deyə məcburən silah istehsalını artırdılar və bu istiqamətdə ciddi bir irəliləyiş. Tam doğru. Havada müdafiə sistemlərindən bağlı yeni sistemlər artıq Patriot sistemləri vermək haqqında söhbətdə ki, bunu vermirlər, tərəddüd var idi. Ona görə mən hesab edirəm ki, dron istehsalı ilə bağlı bu dəqiqə Ukrayna çox irəlidədir. Çox irəlidədir. Elə demək olar ki, irəlidə olan ölkələrdən biridir. Dronlarla Rusların qırıcı təyyarları vurdular. Yəni bu qədər irəli gedən addım atdılar. Ya indi Moskvada parad keçirəndə Türkiyənin də burada dəstəyi olub Ukraynaya. Bunu da açıq deməliyik. Paraddan əvvəl nə deyirdilər? Ukraynaya zəmanət versin ki, Moskvada bir şey olmayacaq. Gör bu Rusiya nə günə qalıb ki, Moskva üçün Ukraynadan zəmanət istəyir. Bir gün, bir vaxt var idi, 3 günə Kiyevi tutmaq istəyən bir dövlət. Ona görə mən həmişə bu mövqedə olmuşam. Bu Ukraynaya olan simpatiyadan irəli gəlmir. Bu belə konversiyalı olan hörmətlə gəlmir. Real analitik təfəkkürlə məsələlər yanaşanda Ukraynanın bütün sahələrdə, həm hərbi sahədə, həm də diplomatik sahədə daha uğurlu, ardıcıl, xətt apardığı günü-gündən həm dostlarını artırması, güclənməsi də ortadadır. Trumpla Amerikana münasibətdə tamamilə üstün vəziyyətə gəldi və bu İstanbul görüşündə Putinin cavab eləməsi də növbəti dəfə indi baxacaqsın bu gündə sabaha Amerika tərəfindən Rusiya çox ciddi şəkildə təpkilər olacaqdır. İstanbulda görüşü kim təklif eləmişdi? Putin özü mü təklif eləmişdi? Putin də təklif eləmişdi və dərhal həd etmişdi bu məsələyə. İndi 4 dövlət də buna vaxt vermişdi ki, 24 saata görüş eləmirsən, atəşkəs eləmirsənsə, növbəti sanksiyalar olacaq. Növbəti sanksiyalara da Amerikanlar da həd etmişdi ki, olsun. Bu növbəti sanksiyalardan da sonra bilmirəm artıq Rusiyadakı vəziyyət nə qədər normal olacaq. Bəlkə Türkiyədə görüşmək fikrindən daşınıb başqa bir ölkə seçmək istəyir. Yəni bu Rusiya üçün açıq indi deyək ki, ciddi dövlətlər arasında Türkiyədən daha ciddi bir dövlət hansı qaldı ki, yaxın və tarazlıq saxlayan, balans saxlayan. Rusiya daha yaxın bir ölkə seçmək istəyir Putin bəlkə. Məsələn Belarus. Gedərmi Zelenski Belarusa? Tərəflər gərək axı bunu razılaşır. İki tərəf də buna. Təbii. Məsələn Zelenski Belarusa getməz. Əlbəttə getməz. O küsümsəmiş sayılar öz dövlətini. Həm də o bir rayonu kimi, Rusiya bir rayonu əldə kimi aparır, orada iştirak eləməz. Ciddiyyəti olmaz o görüşündə, ciddiyyəti olmaz təbii ki. Həm ideal yer Türkiyə idi. Həm Türkiyənin bir təcrübə var ortada. 22-ci ildəki həm nüfuzu var, həm liderinin böyük nüfuzu var dünyada. İndi Erdoğan sahib seçilən nəhəng dövlət xadimlərindən biridir. Bunu bütün dünya qəbul edir. Nəticə aldı. Birinci görüşdə 22-ci ildə taxıl koridoru açıldı. Əsirlərin qaytarılması məsələsi oldu və mühasirədə olan Ukrayna əsgərlərinin çıxması məsələsində vasitəçi oldu.
Rusların meyitlərinin verilməsi, dəyişmə məsələlərində nəticə oldu. Hələ o müharibənin qızğın dönəmində. İndi də artıq Türkiyənin əli biraz da güclədi. Xüsusən PKK-nın buraxılmasından sonra, özü buraxmasından sonraki iç məsələlərdə tam rahatlıq yaranıbdır. Artıq Türkiyə avtomatik olaraq bölgə dövlətindən, gücündən dünya gücünə çevrilmiş vəziyyətdədir. Və bu günləri Rusiyanın müxtəlif müttəfiqləri ola bilər. Xırda dövlətlər var da gəlmişlər parada. Yəni paradda əslində o 2-ci Dünya Savaşı olan ittifaq dövlətlərinin heç biri yox idi. Oradan buradan gəlmə Afrika dövləti o bu gəlmişlər də iştirak edirlər də. Ciddi dövlət olan Türkiyə, həm də sərhəd dövlətidir, Qara dəniz dövlətidir. Çəkilsə məsələdə birməna şəkildə Ukraynanın yanında, NATO'nun yanında yer tutarsa, Rusiya bilir ki, nəfəsi kəsilər onu. O çalışır ki, onun sözündən də çıxmasın. Üstəlik də bəli, xarizmatik lider kimi Erdoğan özünün keyfiyyətləri, çox belə harmonik bir siyasət aparmaları, həddən artıq çevik siyasət aparması və bugün Azərbaycana onların müdafiə nazirinin gəlməsi, təhlükəsizlik şurasının katibimin gəlməsi, o daha ciddi müzakirələr təbii ki gözlənilir. Bu post PKK buraxılma dövrü üçün ya indi Ukrayna-Rusiya müharibəsinin yeni mərhələsi ilə bağlı olaraq müzakirələr olacaqdır ki, hər cür force major vəziyyətə Türk Dövlət Təşkilatı hazır olsun. Bu da mühüm faktordur. Çünki məsələn Pakistan-Hindistan savaşı bir force major vəziyyətidir. Çox adam bunu gözləmirdi, bir ortaya çıxdı. Doğru. Belə bir vəziyyət Türk dövlətlərinin hər hansı birinin ola bilər deyən, baba indi bizim razılaşmalar, danışıqlar gedir. Rusiya üçün də bu TDT-nin xüsusən də məhvərində Azərbaycan və Türkiyənin olması şərti ilə bu iki dövlətin nə etməsi çox mühüm amildir. İndi Azərbaycana siz bayaq çıxışlı müqəddimə hissəsində toxundunuz, yeni qarmaqlar atırlar, yeni yanaşmalar vardı, yeni cığallıqlar eləməyə çalışırlar. Bu həm asılıdırlar, həm də istəyirlər öz peşlərində saxlasınlar. Doğru. Nüfuz dairələrindən buraxmasınlar. Amma bunu gücləri çatmır. Yəni Türkiyənin də gücü o deyil, Azərbaycan da o deyil, artıq o cür davransınlar. Və mən hesab edirəm ki, indiki vəziyyətdə əgər bu görüş blok olunacaqsa Rusiya tərəfindən, Türkiyə özdə məsələləri yenidən baxa bilər. Türkiyə-Rusiya münasibətlərində. Bu da mühüm məsələdir və Ukrayna daha açıq, daha ciddi dəstəklər verə bilər. Putin nə qədər dirəşə bilər? Yəni bu prosesi, bu görüşü nə qədər uzada bilər və bu nə ilə nəticələnəcək? Putin tələyə düşübdür. Bayaq mən təsadüfən demədim. Bu tələdən çıxa bilmir, sadəcə ora çıxış yolu axtarır. Bataqlıq effektidir. Bir adam bataqlıq batanda nə qədər çox çabalayırsa, bir o qədər bataqlıq onu çəkir içərisinə. Bunun hər hərəkəti əleyhinə işləyir. İstənilən hərəkəti əleyhinə işləyir. Hətta bu 9 mayda keçirdiyi parad belə əleyhinə işlədi bunu. Yəni bunun bir uğur olacaq bir yeri yoxdur. Daxildə artıq vəziyyəti kifayət qədər pisdir. Trump işarə elədi neft qiyməti ilə bağlı olaraq. Deyir ki, artıq neft qiymətləri düşür. Bugün Səudiyyə Ərəbistana getməsi, Birləşmiş Ərəb Əmirliklərinə keçməsi, Omanda danışmağı da elə belə şey deyil. OPEC ölkələri ilə neftin qiymətinin salınması haqqında razılığa gələcəksə, İranla da yəqin ki, razılaşırlar müəyyən məsələləri, orada savaş olmayacaq böyük ehtimalla. Çünki nüvə zərərsiz olaraq nüvə enerjisini istifadə etmək, amma uranı zənginləşdirmə dayandırıb bombanı əldə etməklə bağlı bir ötərik götürəcəksə, İranda da orada axı İranla savaş olsa neftin qiyməti qalxar. Orada da aşağı olsa neftin qiyməti xeyli aşağı salınandan sonra Rusiyanın əl-qolu bağlanacaqdır. Çin də artıq məsələdən çəkildi. Dünəkdə Çin ciddi şəkildə az qala Şimali Koreya qədər dəstək verdi Rusiya. Amma son görüşdə parada gələndə nə dedi Çin rəhbəri? Mütləq şəkildə dialoq və sülh olmalıdır. Əlin birməna şəkildə qoyur. Ya məsələ dəstək verəcəm, bunu eləyəcəm, onu eləyəcəm məsələsi artıq yoxdur. Ona görə heç İran da bundan sonra dəstək verməyəcək ciddi şəkildə. Yəni Amerikanlarla masada İran məsələsi müzakirə olunursa, mütləq şəkildə müzakirə olunan predmetlərdən birisi də Rusiya-İran münasibətlərində İranın Amerika çərçivəsində davranışı şərtidir. Bu birmənalı olaraq belə olacaqdır. Bundan sonra İran tərəfindən də Rusiyanın ciddi dəstək alması gözləniləndir. O mənada Türkiyənin indi saya salmamaq məsələsi olarsa, ondan hesablaşmaq məsələsi olarsa, bu yayınma, bu danışıqlardan yayınma Rusiya üçün çox ağır, fəlakətli nəticələrə gətirib çıxaracaq. Görünür, dünyada və eyni zamanda bölgədə ciddi hadisələr baş verəcək. Çünki proseslər onu aparır. Bugün Türkiyənin Müdafiə Naziri, Milli Müdafiə Naziri Yaşar Gülər və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdə olub. Prezident İlham Əliyev hər iki şəxsi yüksək səviyyəli qonağı qəbul edib
müəyyən məsələlər müzakirə olunub. Türkiyənin iki belə Çox yüksək, ciddi dövlət adamının Azərbaycana səfəri, xüsusilə eyni xətli dövlət adamlarının, yəni söhbət müdafiə istiqamətli, hərbi istiqamətli rəhbər vəzifəli şəxslərdən gedir. Bunların Azərbaycana indiki şəraitdə, indiki dövrdə səfəri nədən xəbər verir? Bölgədə hansısa bir gərginlik və hərəkətlik ola bilərmi? Bunu necə dəyərləndirirsiniz? İcazə verin, mən buna bir neçə aspektdən yanaşım. Bax, Bəli, buyurursunuz. Pakistan-Hindistan toqquşmalarında Pakistan tərəfi Çin istehsal olan təyyarələrdən istifadə edirdi. Hindistan tərəfi isə əks tərəfdən Amerikan təyyarələri falan belə istifadə edirdi. Pakistan tərəfi çox rahat şəkildə Hindistan təyyarələrini vurdu. O, Çinin təyyarələri yüksək texnologiyanın hazırlanmış təyyarələri idilər və Amerikanlar bir söz dedilər. Dedilər, ya Hindistanın pilotları həddən artıq bacarıqsızdır, ya da Pakistan havada müdafiə sistemi həddən artıq mükəmməldir. Mən bunu niyə xüsusi qeyd elədim? Bu günlər üçün süni intellekt praktikada tətbiqi ilə bağlı ön sıralardadır və hərbi sənaye tətbiq edir artıq. Ümumiyyətlə sənaye. 5-ci sənaye inqilabından bağlı bütün dövlətlər yarışırlar. Və indiki vaxtda Trump'ı Maskı yanına gətirməsinə təsadüf deyil. O süni intellektlə məşğul olan bir mütəxəssis olaraq. Doğru. Savaşın bir də bunun üstündədir. Bax, force major vəziyyətdə süni intellekt, indi təhlükəsizlik məsələlərində nüvə enerjisi nə qədər əhəmiyyətlidirsə, indi süni intellekt də o qədər əhəmiyyətlidir. Bu nə qədər inkişaf edərsə, o dövlətlər üstünlük əldə edirlər. O force major vəziyyətdə Hindistan-Pakistan savaşında Pakistan süni intellekt ilə necə ki uğur qazandı, biz ona oxşar vəziyyəti 2-ci Qarabağ savaşında dronlarla qazanmışdıq. O da bir yenilik idi. Elm ağılla qazanılmışdı məsələlər. Buna niyə toxundum? İndi qayıdıram, Azərbaycan prezidenti yoxsa 2 ay əvvəl bir sərəncam vermişdi. Süni intellektlə bağlı olaraq araşdırmalar məsələsindən bağlı bir sərəncam vermişdi. Bir mərkəz də yaradılacaq, belə bir tamamilə doğru qərar qəbul olunub. Bax, indi Türkiyənin Müdafiə Nazirinin gəlməsi və Təhlükəsizlik Şurasının yeni katibi Okay bəyin bura gəlməsi təsadüf deyil. Çünki yeni dünya düzənində klassik şəkildə məsələlər olmayacaqdır. Hər şey alt-üst olur artıq. Bax, 5-ci sənaye inqilabı mən təsadüfən demədim. Bazar münasibətləri belə dəyişəcəkdir. Çünki robotlarla işçi qüvvəsinə ehtiyacın olmaması, süni intellektin hərbi sənayeyə tətbiq olunması, silahlanmaya tətbiq olunması modernləşmə məsələsində bir yarış olacaqdır. Azərbaycan və Türkiyə, siz baxacaqsınız bu görüşlərdən sonra daha çox üstünlüyü süni intellekt və 5-ci sənaye inqilabında yeniliklərlə bağlı ortaq davranışa verəcəklər. Əsas məsələ bundan ibarətdir. Çünki bu məsələdə Çin irəlidədir. Biz, Amerika başqaları, biz bu məsələdə geri qala bilmərik. Bu dəfə 3 məsələyə çox ciddi şəkildə ehtiyac vardır. Biri, qiymətli metallar olsun, kobalt, uran, platinyum, bunlar ki, Orta Asiyada vardır, Türk dövlətlərində. Bəli. Onların yarım fabrikanda çevrilmə məsələsi. Nüvə enerjisindən almaq, nüvə enerjisindən istifadə etmək və almaq məsələsi təkcə nüvə bombası, atom bombası almaq anlamında olmalı deyil. Məsələn, bugün Rusiyanın, Amerikanın, İran danışırlar. İranlılar deyir ki, biz bomba almarıq, amma nüvə enerjisindən istifadə etmək istəyirik. Onu əldə etmək istəyirik. Bax, bu Türk dövlətləri ilkin mərhələdə nüvə enerjisini almağı, 5-ci sənaye inqilabına girməyi və süni intellekti tətbiqinə baxmalıdırlar. Yeni dünya düzəninin məhvərində bu məsələlər dayanacaqdılar. Bugünkü müzakirələrdə üzdə nə danışır mən bilmirəm. Yəni elan edirlər ki, təlimlər, ordunun ortaq davranışları falan, koordinasiya, zabitlərin koordinasiyası, bunlar standart media üçün verilən ifadələrdir. Amma ciddi şəkildə toparlamaqdan söhbət gedir və Türkiyə Kürt məsələsi ki, PKK məsələsi ki, bu məsələdə buraxdılar özləri, hərçənd də praktik olaraq hələ yoxdur. Bunu da mən sizə deyim. Türkiyə hər şeydən qurtuldu kimi anlamında yanaşılmamalıdır. Türkiyə üçün yeni problemlər yaratmaq çalışacaqlar düşmənlərimiz mütləq şəkildə. Bu da müzakirə mövzularından birisidir və force major vəziyyətdə birgə davranışlar özündə ittifa edir. Çünki birgə hərbi təlimlərin keçirilməsinin davam etdirilməsi ilə bağlı da fikirlər səsləndirilib görüşlərdə. PKK-nın buraxılmasından sonra, rəsmən buraxılıb bu elanından sonra. Amma əsas məsələ nədir? Əsas olan bunun qaynaqlarının praktik olaraq yox olunmasından gedir. Kandildəki bazanın yox olması. Livanda akademiyaları var. Ləğv olunmalıdır. Xarici ölkələrdə bunların PKK silah yerə qoymaqla deyil ki, başqa formada zühur eləyəcək, ayrı formada problemlər yaradacaqlar. Qoyarlar Türkiyə güclənsin. İran PKK-nın silahlarını Türkiyə verməsinə razı olacaqmı?
PJK-nın fəaliyyətinin İranda dayandırılmasına razı olacaqmı? PYD-nın Suriyada PYD qolu var. Suriyada bəli. O nə olacaq? Məsələsi. Yəni çoxlu suallar var. Çoxlu ciddi suallar var. Və bu məsələ ilə bağlı bunları kullanan dövlətlər bir formada Türkiyə və Türk dövlətlərinə baskı elə bilərlər. Bunu önləmək üçün bugünkü görüşlərdən biri və birincisidir və hesab edirəm Macaristanda ki, yaxınlarda görüş Türk Dövlətləri Təşkilatının. Bunun ardınca Türk Dövlətləri Təşkilatının müdafiə nazirləri də, kiber təhlükəsizliklə məşğul olan qurumları da, Milli Təhlükəsizlik Xidmətləri rəhbərləri də ardıcıl görüşməlidirlər və görüşəcəklər mən böyük ehtimalla. Və ortaq iqtisadi məsələlər, ortaq bazarlar haqqında da ciddi müzakirə etməlidir. Mən bayaq təsadüfən toxunmadım. Yeni sənaye inqilabı və süni intellektin tətbiqi məsələsində geri qalarıqsa, bizim logistik imkanlarımız da, insan potensialımız amili məsələlərdə ikinci arxa plana keçə bilər. Ona görə Azərbaycan Prezidentinin bir əvvəl verdiyi o sərəncam da təsadüfi sərəncam deyil. Türkiyənin həm Milli Müdafiə Nazirliyinin, həm də Təhlükəsizlik Şurasının baş katibinin Azərbaycana səfəri ilə bağlı fikirlərinizi bildirdiniz. Çox dərin təhlillərdir. PKK-nın buraxılmasından sonra bu səfərlər reallaşdırılır. Türkiyə təkcə PKK ilə deyil, həm də daxildə bir sıra terrorçularla mübarizə aparır. FETÖ terror təşkilatı da buna bariz nümunədir. PKK əgər silahlı mücadilə edirdisə, FETÖ Türkiyənin içərisindən parçalayıb dövləti, sütunlarını zəiflətməklə dövləti ələ keçirməyə çalışırdı. Zamanında bizdə də o FETÖ qruplaşmalarının bəzi üzvlərinin olduğu ilə bağlı faktlar, fikirlər var. Və belə iddialar var ki, indi də onlar tamamilə təmizlənməyib, bəzi strukturlarda hələ də o FETÖ-çular qalmaqdadır. Kamuflyaj olunublar və özlərini gizlədiblər və belə fəaliyyət göstərirlər. Məqam və zaman gözləyirlər ki, tapşırıq alanda üzə çıxacaqlar və təxribatlar törədəcəklər. Bu tipli səfərlərin həm də gələcəkdə dövlətlərimizin içinə sızan bu cür terrorçuların təmizlənməsi istiqamətində də birgə müzakirə aparılması ola bilərmi? Ola bilərmi gələcəkdə, yaxın gələcəkdə Türkiyənin milli təhlükəsizlik orqanlarının rəhbərləri də, digər güc strukturların rəhbərləri də Azərbaycana səfər etsinlər və beləliklə həm Azərbaycanda, həm Türkiyədə bizi daxilimizdən zəiflətməyə çalışan o təxribatçılara qarşı birgə mübarizə aparılsın və beləliklə dövlətlərimizi və xalqlarımızı bu təhlükələrdən xilas edək. Necə düşünürsünüz? Dövlət bəkası prinsipindən bu çox vacib bir məsələdir. Mütləq şəkildə olmalıdır. Əvvəla Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Doğru. Azərbaycanın təhlükəsizliyi də onların təhlükəsizliyidir. Ümumiyyətlə biz artıq Türk Dövlət Təşkilatında belə baxmalıyıq. Bir binada müxtəlif otaqlarda yaşayan ailə kimi. Bir ailədə müxtəlif otaqlarda yaşayır. Tədricən bütün sahələrdə əməkdaşlıq olmalıdır. Bax, mən sizin suala tam cavab verirəm, bir detala toxunum. İndi çox araşdırırlar ki, bəzi PKK buraxanda bəyanatlar verirlər dillə bağlı, məktəblərlə bağlı, amma oradan bir cavab gəldi Türkiyədəki. Mən oxudum analitiklərdən biri, çox gözəl bir fikir dedi ki, burada Kürtcə məktəbləşmə məsələsi absurd olmayacaq, Türkcə məktəblər olacaqdır. Mən bunu dolayısıyla Azərbaycana da istəyirəm ki, işarə edeyim ki, Azərbaycanda da rus məktəblərini yavaş-yavaş özəl məktəblərə çevirmək lazımdır. 300-ə qədər rus məktəbi var. İstəyirlərsə bazar günü məktəbləri eləsin. Bizim 3 milyon Azərbaycanlı Moskvada bazar günü məktəblərdən istifadə edir. Və yaxud da burada özəl olaraq istifadə edir. Dövlət vəsaiti ilə rus məktəbləri olmasın. Ki, günün birində İmişlidə qırmızı bayraq qaldırmasınlar. Zombiləşdirməsinin ağlını, beynini yumasınlar. Çünki bilirlər Türkiyədə bu günləri o məktəblər açandan sonra sabah ağıllarından başqa şey keçə bilər. İndi FETÖ məsələsinə gəlir. Azərbaycan tərəfində belə adamlar olması haqqında söz-söhbətlər həmişə olubdur mediada. Hətta adlar çəkilmişdi belə. Konkret adlar çəkilib və heç vaxtda təklif olunmuyub. Təklif olunmuyubdur. Məncə bunlar çox ciddi düzdür. İndi bu PKK qədər zərər verə biləcək bir şeylər deyillər. Deyillər. Çünki Hakan Fidan mən hesab edirəm ki, gələcəkdə bu daha təhlükəli ola bilər. Usta bəli, iş başındadır. Amma gizli hücrələrin daxildən vurduğu zərbəni silahla, terrorla vura bilmirlər. Ən çox ciddi zərbəni daxildən... Özünüz deyirsiniz axı, Fərəz bəy, indi yeni metodlarla mübarizə şunları başlayıb. Özününki süni intellekt, artıq silah dövrü bitib. İndi artıq ideologiya müharibəsi gedir. Mən arada bu təyrəmizi vuran məqamlarda ki, biraz belə fəallaşmışlar, Rus Evzad bağlananda bir fikir demişdim. Mən dedim ki, Azərbaycanda bütün məmurlar
dövlətin yuxarı çinli məmurları, aşağı çinli məmurlar, hamısı Milli Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılmalıdır. Əgər bunların xarici dövlətə bağlılığı varsa, Moskvada falan yerdə böyük biznesləri varsa və bunlara bir meydan verirlərsə, birinin döşünə medal asırlarsa, birinin nə bilim nə edirlərsə, bunlar yoxlanılmalıdır, araşdırılmalıdır. Bizim dövlətə bağlı olmayan bütün məmurlar işdən azad olunmalıdırlar. Bu praktika bir vaxtlar Vatikan ölkələrində tətbiq olunubdur. Azərbaycan Milli Təhlükəsizlik Xidməti çox unikal bir artıq kadroya malikdir və imicini tamamilə itirmiş bir qurumdan ki, Eldar Mahmudovun dövründə biabırçı bir vəziyyətə düşmüşdü. İndiki ideal bir vəziyyətə qədər gətirildi. Bu da kadr siyasətinin uğrundan asıldı. Hörmətli Əli müəllimin çox gözəl bir işidir. Vətənpərvər 1-ci Qarabağ savaşının savaşçısı olan bir veteran bir adam gəlir, iş var dövlət, millətçi bir adamdır və prezidentin çox gözəl bir seçimidir bu məsələ. Qurumun başında bir peşəkar dayanıb, ona görə də uğurlar var. Asan xidmət nə qədər sevilirsə, bu Milli Təhlükəsizlik Xidməti o qədər sevilir. Yəni bir vaxtlar ümid yerinə çevrilib artıq. Bir zamanlar insanların qorxduğu orqan indi insanların ümid yerinə pənah gətirdiyi yerə çevrilir. Ona görə bu qurum məncə dövlətimizə qarşı olan İran qafalılar var xeyli dövlət məmurları ki, biz milliyyətçilərdə Rusiya meyilliləri var, bir xeyli çalışıbdılar. Rus qafalılar vardı. 2009-cu seçkilərdən sonra Jirinovski bəyanat verirdi ki, Azərbaycanda parlamentdə millətlərin düşməyinə mane olur. Kiminlə? Buradakı olan məmurların əli ilə. Hücrələr var, İran hücrələri vardı burada kifayət qədər. İndi gəlir düzdür burada İran prezidenti bir iki dənə şehir deyir, gedir, amma o bura gələndə bizim səfiri öldürənin qanlı köynəyin əlində gətirməliydi. Ki, biz ona inanaq. Biz Şəhranın şeiri burada vardı, biz özümüz oxumuşduq onu. Doğru mu? Yaxud da molla vardı, Ərdəbilin mollası bizim prezidenti, onun timsalından sonra xalqını təhqirləmişdi. Onun işdən azad olunma sənətini bura gətirməliydi. Mən neyəm şəhriyyatı şeydi? Bunu mən də, hamı bilir. Bu balaca uşaqlar da bilirlər də bunu. Bilirsiniz? Yəni, bütün hücrələr yığışdırılmalıdır ki, nə qədər ağır olsa da, bəlkə kimlərsə xoşuna gəlməyəcəkdir. O Rus məktəbləri bağlanmalıdır ki, o hücrələr bağlanmalıdır ki, FETÖ-sə yığışdırılmalıdır. Günün birində İmişlidə kimin Rus Sovet bayrağı qaldırılmasın, nostalji yaşadılmasın, cəmaatı bu ideoloji hücumdur, təxribatdır və siz bayaq mən danışanda işarə elədiniz mənə doğru yönəltdiniz ki, modern mübarizə üsulları vardı artıq və indi bax biz müəyyənləşdirdik. Azərbaycan prezidentinin Rusiyaya getməmə səbəblərindən birisi kimi Rusiyanın kiber hücumlardan söhbət gedir. Kiber hücumlardan söhbət gedir. Biz media olan o kiber hücumlar Rusiya tərəfindən müəyyənləşdi bu. İndi kiber hücumlar varsa, sünni intellektlə təsir edirlərsə, hücrələr varsa, adamları artıq bu cür yönəldirlərsə, görərlərlə silah alalar. Bəli, ona görə bu Azərbaycana qarşı müharibədə düşmən tərəfdən vuruşan, xəyanət edən döyüşçülər kimi nəzərə alınmalıdır və bunlar hamısı zərərsizləşdirilməlidir, mən bilirsiniz. İmişlidəki hadisəyə toxunduq. Biz elə proqramımızın başlığını da belə qoymuşuq. Rusiyanın Azərbaycanda cılız oyunları, İmişlidə bayraq qalmaqalı. İmişlidə Sarıxanlı kəndində 9 may qələbə günü münasibətilə keçirilən tədbirdə SSR bayrağı qaldırılıb. Deməli, Ağsaqqallar Şurasının sədri Salih Səmədov da yaxasında Georgi lenti ilə çıxış edib. Bu nə deməkdir Fərəd bəy? Mən efir sözündə də dedim, bizi işğal eləyən bir dövlətdən söhbət gedir, SSR-i. Azərbaycan işğal oldu, Cumhuriyyətimizi yıxdılar. Halbuki biz 18-ci ildə qurduğumuz Cumhuriyyət yaşasaydı, indi Azərbaycan bəlkə də dünyada ən qüdrətli ölkələrdən biri idi. Bizim Cumhuriyyətimizi yıxdılar, 70 il bizim sərvətlərimizi sömürdülər. Bizim hesabımıza, Bakı neftinin hesabına nə qədər bizim övladlarımız gedib orada öz canlarını qurban verdilər. Bizim hesabımıza qələbə qazandılar və sonuçta da qanlı yanvar kimi bir hadisəni törətdilər. Başımıza oyunlar gətirdilər və biz nəhayət SSR-dən qurtulub dövlət müstəqilliyimizi elan etdik. İndi bizə bu müsibətləri yaşatmış, bizə 20 yanvar faciəsini yaşatmış, bizə Xocalı soyqırımını yaşatmış, bizə ondan əvvəlki dövrdə nə bilim axı o repressiya qurbanlarımız var. O məşəqqətləri yaşatmış bir dövləti niyə arzuluyuruq? Niyə onun bayrağını qaldırırıq? Tamamilə bölüşürəm sizin həm fikirlərinizi, həm də duyğularınızı. Təbii ki, mən başa düşürəm. Bir vətənpərvər insanın reaksiyası məsələ belə olmalıdır. Deyir, böyük gülüm olanın başına külüm olar. Belə ağsaqqallar elə o hərəkətdə mən bilmirəm necə ağsaqqal seçiblər onu. Amma əslində bu bir siyasi hadisədir.
və bu təsadüf deyil. Mən ona gəlmək istəyirəm ki, Bu bu təsadüf ola bilməz. Bu hadisədən bir müddət əvvəl Azərbaycanda deyəsən adı, familiyası Dugin idi adlı birisi, Rusiya Xalq Cəbhəsinin nümayəndəsi, Putin komandasının bir üzvü bura gəlibdi, Rusiya səfirliyində görüşlərdə olub, rusların evlərində bir-bir olubdu, fərqli istiqamətlə təbliğatlar aparmağa başlayıbdı, bəzi məktəblərdə olubdu, bəzi onlarda materiallar paylayıbdı və bu haqda materiallar var, məlumatlar vardı. Birinci onun bura buraxılması və belə təbliğat işlərlə görülməsi qarşı alınmalıdır. Çünki bu adam bura gəlibsə qonaq kimi gələ bilər, turist kimi gələ bilər falan, amma gəlib burada dövlət əleyhində təbliğat işi apara bilməz. Bunun qadağan olunmalıdır. Bunun ardınca da belə bir hadisə baş verir. Bax, mən ona görə deyirəm, ölkədə bu məktəblərdə beyin yuma prosesi gedib, bu dəstək adamlar qoşmasınlar. Və belə adamlarda, bax, siz də bir neçə məsələ sadaladınız da, bu esiri ilə bağlı. Ölkəmizi işğal edən bir Rusiya dövləti. Biz onlara bu gün də hələ onların ağrı acısını yaşayırıq da. Bu Zəngəzur dəhlizi indi Azərbaycan tərkəsinin dilində olan bir məsələdir. Kim verib bunu? Rusiya bunu verib də, SSR veribdi bunu. Mən ölkəmin bir parçasının, ikinci parçasının arasında bir dənə gətirmişsən erməni xəncər sancmışsan bura. Əvvəl 20-ci ildə bir hissəsi vermişdi. 30 il ağrı acısını yaşadığımız Qarabağ problemini kim yaratmışdı? Təbii. 30-cu illərdə 50 minə qədər ziyalımızı zindanlara atıb güllələyən kim olub? Bunlar olubdular. Bizim aparıb Azərbaycanın qaymaqlarını. Neçə 100 min bizim 2-ci Dünya Savaşında adamlarımız öldü. O bizim savaşımız deyildi. Biz deyəcəkdik burada savaşmalıydıq. Baxın, biz SSR-nin tərkibində olmasaydıq, SSR bizi işğal etməsəydi, bizim savaşda nə işimiz var idi? İşğal etməsəydi, Hitlerin bizlə nə işinə qalmışdı? Bizim o savaşda nə işimiz var? Tamamilə doğrudur. Mənim babam da, ana babam da həlak olub. Düzdür, biz o bizim halal qələbəmizdir. Biz o qələbənin əldə olunmasında əziyyət çəkmişik, xidmət göstərmişik. Amma biz faşizm uğrunda mübarizə aparmışıq. SSR uğrunda deyil. Mən sizin yanaşmanızı təqdir edirəm ki, əgər Azərbaycan işğal olunmasaydı, bizim əcdadlarımız gedib burada həlak olmayacaqdı. Çünki bizim müharibə deyildi axı. Bu bir. İkinci bir tərəfdən bir qərbi hadisə baş vermişdi. Savaşdan sonra ilk paradda simvolik olaraq tankları hər dövlət keçirəndə Ruslar yüzlərlə tank keçiblər. Məsələn, Britaniya 10 dənə, Fransa 10 dənə. Onda Britaniyanın baş naziri belə baxıb deyib ki, deyəsən biz yanlış tərəfdə savaş aparmışıq. Yəni Ruslar gələcəkdə başımıza bəla olacaqdı. Hələ bitib, bu gün müharibə bitibdir, bizə güc nümayiş elətdirir. Azərbaycanın olmasının zərərini tarixən vurmaq öz yerində. İndi bu Azərbaycanı ikiyə bölmək, Türkmənistan, Gürcistan müqaviləsi, İrəvanın verilməsi bunlar son günləri götürək elə. Elə 20 yanvarda belə son günləri təyyarəmizi vurublar, vurandan sonra yenməyə belə qoymur bunlara. Yerə yesinlər. Bəli. Vurduğu mülki təyyarədə də bunun yerə enməsinə icazə vermirsə, bizim prezidentin təyyarəsi havada ola orada hava məkanının təhlükəsizliyini təmin eləmirsə, hətta bizim prezidentin təyyarəsinin o siqnallar almasına maneçilik yaradılırsa və yaxud da başqa bu son vaxtlar kiber hücumlarla Azərbaycan qarşı işlər görürsə, biz bunun nəyinsə nostalgiyirsən, nəyin axtarsan, nəyin istəyirsən, Rusiyanın, imperiyanın Azərbaycana vurduğu zərərlərin biz 5 dəqiqə, 3 dəqiqə onu danışıq, amma nə bilim bu yüzlərlə kitab vardı, orada rəqəmlər vardı, nə qədər bizə zərər dəyibdi, iqtisadi cəhətdən, maddi cəhətdən, mənəvi cəhətdən. Tariximizi məhv ediblər, insanlarımızı bütün məhv ediblər. Bu gün də durub nostalji yaşadırlar bunlar. Deməli, burada hələ də Putinizmi siyasətini yerdənlər var. Putinizm nədən ibarətdir? No SSR-i, yeni SSR-i yaratmaq, yeni SSR-i formalaşdırmaq istəyi. Onun təzahürü bu gün qırmızı bayraq olarsa, sabah Ukrayna kimi gəlib orada artıq sənə hücum edəcəklər. Ukrayna da əvvəl elə başladılar da, onların əvvəlki prezidentlər qaçdı, getdi Moskvaya. Rusiya mövqeyindən çıxış edən gündə onların bayrağın gəzlərindən birisi idi və günün birində şərt qoydular ki, Yanukoviçi deyirsiniz. Yanukoviç. Denasifikasiya olmalıdır, silahsızlaşdırılmalıdır, hakimiyyət olmamalıdır, əraziləri mənim olmalıdır. Ukraynada dövlət yoxdur. Qazaxıstanın deyir ki, Qazaxstanın adlı dövlət yoxdur. Qazaxstanın prezidenti onlara cavab verdi. Yəni bu qədər hər yerə əl atıb mənimsəyən, işğalda saxlayan, bütün dünyaya zillət yaradan bir dövlətin bayrağını, imperiyanın bayrağını Azərbaycanda qaldırmaq cinayətdir bu. Mən bilmirəm, orada ona nə cür yanaşıbdılar, ona bir... Hətta həmin ağsaqqalın, o dırnaq arası ağsaqqalın, qusura baxmasın, mən ona ağsaqqal deyə bilməyəcəyəm. Həmin Ağsaqqallar Şurasının sədri Salih Səmədov deməli Modernaza açıqlama verib. Modernaz əlaqə saxlayıb
həmin insanlar. Deyir ki, bunun nəyi pisdir ki? SSR kimi böyük dövlət olub, onun bayrağıdır. Hətta jurnalisti təhqir eləyib. İkincisi, bunun sizə nə aidiyyatı var? Boş-boş işlərlə məşğul olursunuz. İndi siz baxın, bu ağsaqqala görə, dırnaqarası ağsaqqala görə bu məsələnin qabardılması boş işdir. Bu, elə əcəb eləyib, deyir, yəni düz eləmişəm, əcəb eləmişəm. Deməli, bəli, bu Putinizm siyasətini yerinə yetirir. Düymə Moskvadan basılıb. Tamam da doğru. Bu ağsaqqal gözləri görmürmü? İndi kördü demirəm, xətiri qalar. Gözləri görmürmü? Eşitmirmi bu ölkədə nə baş verir? Azərbaycan prezidenti 9 may qələbə paradına getmədi. Özdə Putinin demək olar ki, dünyadakı ən hörmətli şəxsləri xahişə, minnətə göndərməsinə rəğmən getmədi. 9 may qələbə günündə Azərbaycan prezidenti hara getdi? Şuşaya. Dedi ki, mənim zəfərim budur. Doğru. Mənim qələbəm budur. Doğru, doğru. Mən bu qələbəni qəbul edirəm. Sən isə ölkə başçısının atdığı addımlara baxmırsan, ay ağsaqqallar şurasının dırnaqarası ağsaqqal sədri, nə bilim, nəyi. Gedirsən, SSR bayrağını qaldırırsan və sonra da deyirsən ki, əcəb eləmişəm. Bunlar çox təhlükəli məsələlərdir, Fərəc bəy. Təhlükəli də cavabsız qalmamalıdır. Biz bu təhlükələrdən necə sığortalanmalıyıq? Mən belə başa düşürəm ki, Putin, Rusiya belə təxribatların sayını artıracaq Azərbaycanda. Çünki Prezident İlham Əliyevin müstəqil siyasət yürüdərək, siyasi iradə nümayiş etdirərək Moskvada keçirilən parada getməməsi Putini ciddi şəkildə qıcıqlandırıb və o bunun acığını hansısa formada çıxmağa cəhd eləyəcək. Biz bu təxribatlardan necə sığortalanmalıyıq, nə etməliyik? Bir partiya sədri kimi, bir ziyalı kimi mövqeyiniz, fikriniz bizim üçün önəmlidir. Buyurun. Baxın, Zelenski Vaşinqtonda o məşhur davadan sonra qaydanda soruşdular, orada nə baş verdi, niyə belə aqressiv danışdı? Hərçənd Biden Trumpın hadisələrinin, davranışlarını pisləmişdi, demişdi, bu Amerika xalqına yaraşan bir töv deyildi. Onda Zelenski bir söz dedi ki, mən Ukrayna xalqının şərəfini qoruyurdum. Azərbaycan prezidenti oturub təyyarə oraya gedərdi da, rahat şəkildə. Bir baxardı ora, bir kofe içərdi, gələrdi. Amma Azərbaycan xalqını təmsil edən bir adam kimi Azərbaycan xalqının şərəf və ləyaqətini qoruyur. Gedib orada üstünə Gevorgi o lenti bağlamadı orada ki, onda əlaməti hər dəfə Türk respublikalarını onlar tutanda o əsgərlərin üstünə vururdular, oradan qalıbdı o. Onu vurmadı üstünə. Və hələ bizim TR-də dünyasını dəyişənlər şəhidlərimizin qanı qurulmayıbdı. Onu keçmədi. Ya bizim mətbuatda suallar veribdi, onlara kimidir kiber hücumlar edən? Səbəb, məqsəd nə idi? Sualların cavabları yoxdur ortada. Və yaxud da cənab prezident bir neçə dəfə çıxışlarında bildiribdi ki, Gəncədə dinc əhaliyə qarşı İskəndər raketi atılmışdı. Satışda olmayan. Heç kimə verilməyən bir raket. Ermənistanın hərbi arsenalında İskəndər yoxdur ki. Kim atıb? Məqsəd nə idi? Niyə atmışdılar? Suala cavab yoxdur. İndi mən hələ məlum gecədə Abşeronuna başqa yerlərdə düşən raketlərdən danışmıram. Ona görə Azərbaycan prezidenti bu məsələlərdə ciddi şəkildə tövr nümayişlətir. Mən bir siyasət adamı kimi və müstəqillik aktına imza qoyan istiqlalçı deputat kimi mən tərəfdarlarım və təşvişçilərlə bütün mənalarda prezidentin arasındayıq. Bu çox normal bir davranışdır və hesab edirəm ki, mən o deməli lentini bağlamaq, müsəlmanları qırmağa görə onu bir şövqlə verirdilər əsgərlərdə, deyək ki, ruslar. Din adamlarına da səslənirəm. Möcələrində, məscidlərdə, yas yerlərində bu izahatları versinlər insanlara. Başa salsınlar ki, bizə qarşı olanlar kimlərdirlər? Bizim prezident nə cür dayanıb məsələnin qarşısında? Təkcə prezidenti nazirlər qorumayacaqdırlar. Nazirlər arxasında dayanmayacaqlar. Bəlkə o nazirlərin çoxusu zərər verirlər ki, xeyir vermirlər. Prezidentin arxasında xalq dayanmalıdır. Və prezidentin bu hərəkətləri şəxsinə görə deyil, əslində özünü riskə atır. Əlbəttə. Ona qarşı çoxlu şəkildə təhdidlər yaranır. Mən o Qarabağ savaşında da bilirdim ki, o Azərbaycan xalqının ləyaqətini qoruyaraq ora getmir. Nə qədər təhdidlər vardı? Bax, bir xatırlayın onun çıxışını, bir dənə söz dedi. O həmin gecə çıxış elədi. Dedi ki, mən elə şeylər var ki, hələ indi deyə bilmirəm, amma vaxtı gələndə danışacağam. Nə qədər qorxutmağa çalışdılar, təhdid elədilər. Bura Abşeronla başqa yerlərə raket atdılar. Müəyyən yerlərdə partlayışlar elədilər. Min dənə oyundan çıxdılar, mövqeyini dəyişmədi.
və az qala o günlərdə tək döyüşçü kimi adam döyüşdü. Və bu gün də ora getməməklə Azərbaycan xalqının iradəsini ifadə etməklə ki, biz hamımız elə düşünürük ki, bizə qarşı edilən hərəkətlərlə qarşı ölçü götürülmürsə, o təyyarəni vuranlar, onu yerə yenməyə qoymayanlar, bunu sifarişini verənlər cəzalandırılmayıbdırsa, hələ başqa şeyləri qoyuram qırağa. Bizim tərəfdən prezidentimiz belə davranır və mən bəli bir siyasət adamı kimi, yenə deyirəm, mən özüm üçün ən böyük statusu istiqlalçı deputat kimi, müstəqillik aktını hazırlayan və ona səs verən bir adam kimi bu yolda kim ki fədakarlıq göstərir, ölkə prezidentinin hamını onun arxasında ciddi şəkildə dayanması, təkcə elə belə sözlə yox, bütün hərəkətləri ilə, işi ilə, fəaliyyəti ilə, bəyanatlarla, belə instansiyalara məktublar göndərməyi ilə, müxtəlif dövlətlərə təpkilərini göstərməklə, səfirlərlə görüşəndə fikirlərini deməklə, hər mənada və həmişə də müfəssəl əsər kimi. Lazım olarsa döyüşərik onun uğrunda. Hamı bilməlidir, dövlət, bütün dünya dövlətlərdə, Rusiyada başa düşməlidir ki, bizim prezidentə qarşı, bu iradəni daşıyan bir adama qarşı dayanmaq, Azərbaycan xalqı qarşı dayanmaq kimi biz qəbul edirik. Bizim ölkəmizə dost kimi gələnlərə qucaq açarıq. Bizim ölkəmizə sapoqla, silahla gələnlərə yalnız ölkəmizin torpağın altında yer vardı, üstündə yoxdur. Biz bunu 44 günlük müharibədə də sübut elədik. Biz böyük bir imperiyanla döyüşdük. Biz Ermənistanla döyüşmürdük ki. Putin öz etirafı idi, dedi ki, mən müharibədə 900 ton silah-sursat verdim. Çalışdım ki, silah balansı saxlansın. Siz döyüşə bilməzsiniz. Ermənilər deyirdi. Boyunlarını minnət gördü ki, biz hər şey elədikdə siz bacarmadınız. Qarabağı da tanıdınız. Yenə də incik alırdı onlar da. Siz niyə tanıdınız? Niyə tanıdınız? Bəli. Xatırlırsan bunları? Bəli. Bugünkü hadisələr. Ona görə mən hakimiyyətə xoş gəlmə, prezidentə xoş gəlmə mənasında demirəm. Mən yaşımın başımda vaxtı deyil. Mən 90-cı illərdə parlamentdə olmuşam. Ədalətli danışırsınız Fərəz bəy. Reallıq və mən hesab reallıq bunu diktə edir ki, Azərbaycanda hər kəs məsuliyyətli hiss etməlidir. Jurnalist də, siyasətçi də, sözünü eşidirsə 5 nəfər hər kəs nə dediyini bilməlidir. Və bu dövləti idarə edən hakimiyyət yalnız menecerdir, idarə edəndir. Dövlət hamımızın məhsuludur. Buna qarşı kimsə bir yerdə zərər verəcəksə, hamımız onun üstünə getməyə bacarmalıyıq və əlimizi daşın altına qoymağa bacarmalıyıq. Söhbət bundan gedir. Bax, bu cür hərəkətlər birbaşa Rusiyanın əlini oynamaqdır. Təbii. Yəni, Putin düyməni oradan basmaqla, burada bu cür cığal hərəkətlər eləməklə göstərməyə çalışır ki, baxın, Azərbaycan lideri parada gəlməsə də, orada Azərbaycan vətəndaşları, Azərbaycan xalqı bizim yanımızdadır. Onlar SSR-ni istəyirlər, onlar bu qələbənin həm də öz qələbələri olduğunu dərk eləyirlər. Yəni, bu mesajı verməyə çalışır. Bir növü sanki bir hədəf şaşırdır. Sanki həm də Azərbaycan prezidentini hədəfə qoymağa çalışır. Eyni ilə Rusiya mediasında elədikləri kimi artıq Azərbaycan prezidenti hədəfə çevrilib. Rusiya mediası artıq öz bildiyi kimi prosesləri şərh eləyir. Yazırlar ki, güya Qərbin diktəsi ilə biz ora getməmişik filan və bir knopka da basılıb bizim xaricdəki sapozimizdə olan baltalara. Biz dünən də hörmətli Azər Əsrətlə burada bu mövzuda danışmışıq. İndi artıq həmin o sapozimizdən olan baltalar, o blogerciklər nə deyirlər? Deyirlər ki, güya ki İlham Əliyev ona görə Moskvaya getməyib ki, onun təyyarəsinə bir təhlükə yaranacaqmış. Ona görə Moskvaya getməyib. Cəsarətləri çatmır. İlk dəfə, kişi kimi bir dəfə açıq etiraf eləsinlər ki, Prezident İlham Əliyev siyasi iradə nümayiş etdirərək, Azərbaycan xalqının ləyaqətini qoruyaraq, elə Azərbaycan xalqının bir nümayəndəsi də sizsiniz, ay yaramazlar. Sizin də ləyaqətinizi qoruyaraq Moskvaya getməyib. Amma indi artıq onlar da Putinin dili ilə danışırlar. Və bir çox siyasi ekspertin də, siyasətçinin də fikri belədir ki, xaricdən bizim üstümüzə hücuma keçən o blogerlər, o sapı özümüzdən olan baltaların bir çoxu Rusiyada idarə olunur. Baxmayaraq ki, Britaniyada yaşayırlar, baxmayaraq ki, Almaniyada yaşayırlar, amma Rusiyadan idarə olunur. Yəni, bu hücumlar davam eləyir, amma bu hücumlar bizi nə qorxuda bilər, nə yolumuzdan döndərə bilər. Dediyimiz kimi, biz Azərbaycan xalqı olaraq prezidentimizin ətrafında sıx birləşmişik. Çox doğru. Buyurdunuz, bir adam ədalətsiz olmaz da. Yəni, o müharibəyə gedəndə, 44 gün müharibədə xarici ölkələrin jurnalistləri gəlirdi, güya jurnalistləri, hamısı xidmət orqanlarının əməkdaşları gəlirdi. Prezident onlardan savaşırdı. Almaniyadan gələn adamın müsahibəsinə fikir verdiniz. O adam bir də orada bizim prezident sual verir ki,
Şuşa gözəl olduğu üçün onun uğrunda döyüşürsünüz falan. O da o qəşəng bir cavab verir. Sən Almaniya falan yeri gözəl, Bavariya gözəl olduğu üçün oranı sevirsiniz. Almaniya razı olursa verin başqasına onu da. Ay sağ ol. Qərb dövlətlərinin o dövrdə bir istisna olmağının hamısı bizim üzərimizə gəlirdilər. Hətta Azərbaycanın məsələsini qoymaq istədilər BMT Təhlükəsizlik Şurasında sanksiyalar tətbiq olunsun. O vaxt Böyük Britaniya veto qoydu, xatırlayırsınız o məsələ, doğrumu? Siz necə Azərbaycan prezidenti Qərbin dəstəyi, istəyi ilə, iradəsi ilə bir söz deyər, deməz məsələsi qoyursa ortaya? Bu tamamilə yanlış məsələdir. Qərb dövlətlərinin yaratdığı ATƏT Minsk qrupu ki, ikisi Qərb dövlətləri idilər. 30 il bizim məsələlərdə sürdürməçilik və təkliflərdən də ibarət idi. Qarabağda verin, ətrafındakı rayonlardan da ikisini verin onlara. Təkliflər bundan ibarət idi. Bəli. Amma Azərbaycan prezidentinin tövrü başqa bir şeyə ulağı. Savaşdı, orta mövqe qoydu. Ona görə indi gəlib kiminsə bu dildə danışması, burada Azərbaycan daxilində də özlərini millət kimi göstərən müxtəlif qurumlar vardı. Tutaq ki, Milli Şuraya başqaları. Milli Şura harada yaradıldı? Moskvada cərəhin üstündə Volodin iştirakçı. Mən bunu həmişə deyirəm. Volodin də burada uşaqlardan bütün seçkilərdə məni vurur. Yenə də vuracaqdı, üstümə gedəcəkdi. Hədsən məsələ iştirak eləmək fikrindən bunu demirəm. Amma savaşımız savaşdır adamlarla. Yəni başqa cür ola bilməz. Sən orada bir qurum yaradırsan, göndərsən bura Azərbaycanda 2030 ildə çevriliş eləsin. İndi burada topla millət. O da özünü qərbpərəst kimi göstərir burada. Bir qrupu xaricdə döyüşüb, bəli, qərbpərəst kimi göstərirlər. Rusiyada yaranıb özünü burada qərbpərəst kimi göstərir. Nə qədər saxtakardır. Bu günləri biz əməllərə, praktikada onlara baxmalıyıq. Biz bu günləri ölkə prezidenti Moskva getsə düz olacaqdı. Onlara mən sual edirəm. Təbii düz olmayacaqdı. Onda hara həkimdə qoparacaqdılar. Bizim təyyarəmiz vurulubdu, düşübdü. Ha, sən düşmənin ayağına niyə gedirsən deyəcəklər. Adam getməyib, özünü riskə atıbdı, riskə qoyulur. Üstəlik də deyirsən, təyyarəsini vura bilərlər falan məsələlər var. Birinci, bizim bir mülki təyyarəni vurublarsa və həmin anda Azərbaycan prezidenti təyyarəsi havada olubsa, onu da vura bilərdilər və əslində o demək ki, vurarıq deməkdir bu. İkinci, prezident bir fərd deyil. Prezidentin ixtiyarı yoxdur ki, özünü istədiyi vaxt təbii atsın. Onun ixtiyarı yoxdur buna. Bu ölkənin artıq bir məhsuludur. Amma bu yanaşma yanlışdır axı. Yox, mən başqa fikir Prezident ora tamamilə başqa məqsədlər üçün, milli siyasi iradə nümayiş etdirərək getmir. Ölkə prezidentini hamı, bütün vətəndaşlar da qorumalıdır təbii ki, bu başqa məsələ. Amma ortada faktik olaraq məsələ vardı ki, biz orada o paradda niyə iştirak etməliyik və müharibə veteranlarına sayğısını da Hacı Aslanovun heykəlinə gül qoymaqla sayğısını göstərdi və bütün o veteranlarla görüşdə də öz fikrini bildirir. Mən müəyyən məqamlarda bir yerdə iştirak etmişəm, müəyyən tədbirlərdə mən parlamentdə olanda görmüşəm onlara medalın verilməsi, gül dəstələri verilməsi. Sərəncam verir, onlara maddi yardım göstərir. Bu 9 may qələbəsi Rusların qələbəsi deyil, bayaqsı da toxundu. Bəli. Bütün ölkələrdə, Polşada, başqa yerlərdə keçirildi, paradlar keçirildi, bir kiçik paradlar keçirildi. Orada müharibədə iştirak edənlər də anıldı və bunu öz inhisarına götürmək Moskvaya. Bəlkə də ən az ruslara xidmət idi. Ruslar müharibəni uduzurdular da. Əgər o Amerika getdi, Churchill bir neçə Amerika getdi və razı saldı ki, ikinci cəbhəni açsınlar və ondan sonra vəziyyət dəyişdi. Bu müharibənin, qələbəni Rusiyanın mənimsəməsi, özünün məhsulu kimi təqdim edilməsi tamamilə ədalətsizlik. Yanlışdır. Yanlışdır, ədalətsizlik. Moskvada gedib qeyd eləmək də ağılsızlıq kimi də qeyd eləmək. Azərbaycanda mən qeyd elədim də bizim 300 mindən çox şəhidimiz var 2-ci Dünya Savaşında. Doğru mu? Bəli. Burada biz onları yad elədik. Ona görə kimin nə deməyini 750 min insan qatılıb, yarısı geri qayıtdı. 300 civarında da bizim dünyasını dəyişən insanlarımız var. Bəli. Ona görə mən hesab edirəm davranışlar normaldır. Biz nə Qərbdə, mən ölkə prezidenti adından danışmaq ixtiyarım yoxdur. Nə Qərbdə, nə Rusiyada nicatımızı axtarmırıq. Bizim prezidentin öz dilindən ifadə edirəm ki, o mərkəzdə çıxışında dedi ki, bizim evimiz var, Türk evidir. Türk Dövləti Təşkilatı bizim güvən yerimizdir, təhlükəsizlik yerimizdir, hər mənada təhlükəsizlik. Ərzaq təhlükəsizlik, iqtisadi təhlükəsizlik, hərbi təhlükəsizlik və s. və ilə axır. Bu evdə biz bir yerdə çiyin-çiyinəyik. Bizə nə Qərb, nə Rusiya. Biz heç mən düşməndə deyilik. Amma biz onlara da güvənmirik, arxalanmırıq, onların da düşmənsizliyimizdə eləmirik. Bizim evimizdə, öz evimizdə və Azərbaycan prezidenti də bu gün elə türk qardaşlarımızla görüşlərdə də o məsələlərə toxundu. Özümüzün siyasətimizi yürüdürük. Və dövlət məsələsi ortada olanda, mən elə xaricdəki blogerlərdə üzümü tut deyirəm. Dövlət məsələsi ortada olanda, dövlətçi kimi, vətəndaş kimi, bu dövlətin üzvü kimi bir
Gələcəkdə dünyasını dəyişəndən sonra 5-6 kiloqram vətən torpağına çevirən bir adam kimi danışmaq lazımdır. Hakimiyyətə münasibət başqa şeydir, dövlətə olan münasibət başqa şeydir. Mən hakimiyyətin min dənə qüsurunu tənqid edirəm hər gün. Sosial məsələlərdə, iqtisadi məsələlərdə, başqa məsələlərdə, korrupsiyada falan. Normalda baxırlar buna. Bu başqa bir şeydir. Dövlət məsələləri kimi dövlət başçısı dövləti şərəf və ləyaqətini, millətin şərəf və ləyaqətini təmsil eləyərək orada iştirak etməməyi, özünü bir çox məsələlərdə risk atmasını bu cür dəyərləndirmək ədalətlidir ən azından. Bir sözlə siz bir müxalifət partiyasının lideri kimi bu məsələdə Prezident İlham Əliyevin yanındasınız. Bilmən şəkildə məncə bunu hamı bu cür qəbul edir. Hamı bu cür qəbul edir. Başqa bunun alternativ yoxdur ki. Fərəc bəy, çox sağ olun. Təşəkkür edirəm. Bir saata yaxın müddət ərzində biz çox ciddi məsələləri müzakirə elədik. Hesab edirəm ki, tamaşaçılarımız bizim bu söhbətimizdən çox şey götürəcəklər. Biz çox vacib məsələlərə toxunduq. Mən sizə minnətdaram. Vaxtınızı sərf edib studiyamıza gəlmisiniz. Tamaşaçılarım sizə xatırladıram ki, studiyamızın bugünkü qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri hörmətli Fərəc Quliyevdir.